İnşallah 4 tane qoyun satılır. İkisi 6 bala aldı. Bu şişə idi. Baladan təzə ayrılıb. Qoça gəlib. 2 ay olar qoça gəlib. Bəlkə də çoxdur. Bu qoyunun balası bu quzudur. 3-cü qarnıdır. Bu qara quzunun da anası bu qoyundur. 3-cü qarnıdır. Bu şişə idi. İnşallah 2-ci qarnın doğacaq. Nə vaxt doğsa. Biraz 4-cü, 5-ci qarın bu qoyundur. Yaşlı halda belə deyək. Dişləri adam sağzındadır. Yəni elə qoca deyil. Kim istəsə yəni əlaqə saxlasın. Ben buna 5.000'den fazla vermem. Hatta alır giderim bak. Oyunu kaçırıyor. Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin Nuayman İbn Amr adlı bir səhabəsi vardı. Bu səhabə Bədir döyüşündə iştirak etmişdi. O həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm ilə birlikdə Uhud, Xəndək və digər əsas döyüşlərdə də iştirak etmişdi. Həmçinin o, Abdurrahman İbn Avfun, Allah ondan razı olsun, bacısı ilə evlənmişdi. Nuayman İbn Amr'ın Peyğəmbərimiz sallallahu aleyhi və səlləm və səhabələrlə dəfələrlə zarafat etmək vərdişi vardı. Və Peyğəmbərimiz də onun bu halını normal qarşılamışdı. Məsələn, bir dəfə Mədinənin ətrafından gələn böyük bir karvan vardı. Onlar ləzzətli və bahalı, egzotik meyvələr gətirirdilər. Nuayman bu meyvələrdən götürərək Peyğəmbərimizə apardı və dedi ki, bu sənin üçün bir hədiyyədir. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm o meyvələri yedi. Satıcılar isə Nuaymandan meyvələrinin pulunu istədikdə o cavab verdi ki, onları mən yeməmişəm, Allahın elçisi yeyib, pulu gedib ondan istəyin. Həmin adamlar Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin evinə getdilər və dedilər, biz meyvələrin pulunu istəyirik. Və Peyğəmbərimiz təəccüblə dedi ki, nə haqda danışırsınız? Bu meyvələr mənə hədiyyə verilmişdi. Beləcə Rasulullah sallallahu aleyhi və səlləm Nuayməni çağırdı və soruşdu. Ey Nuaymən, sən demədin ki, bu sənin hədiyyəndir? O isə cavab verdi. Ya Rasulullah, mən istədim ki, bu meyvəni ilk dadan sən olasan. Çünki mən düşündüm ki, buna ən çox layiq olan sənsən. Amma mənim pulum yoxdur. Ya Rasulullah, bu adamın pulunu ver. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm də güldü və pulu ödədi. Ancaq onun həyatına diqqətlə baxsaq, bəzən həddi aşan zarafat nümunələrini də görə bilərik. Bir dəfə Rasulullah sallallahu aleyhi və səlləmin evində onunla birlikdə oturan bir adam vardı. Bu adam bədəvi idi və öz dəvəsini Peyğəmbərimizin evinin çölündə bağlamışdı. Səhabələr bilirdi ki, Nuayman zarafatçıl biridir. Buna görə onlar Nuaymanın diqqətini